Borcu olanlarla bağlı Ali Məhkəmədən qərar. Buna görə faiz tutulmayacaq. Borc faizindən faiz tutulması qanuna ziddir. Report xəbər verir ki, bu barədə Ali Məhkəmənin qəbul elədiyi borca görə gecikdirmə faizlərinin hesablanması ilə bağlı vahid məhkəmə təcrübəsini formalaşdıran qərarında qeyd olunub. Bildirilib ki, məhkəmə mübahisəsi iddiaçının cavabdeh pul borcunun vaxtında qaytarılmaması səbəbindən əlavə gecikdirmə faizlərinin tutulması tələbi ilə bağlı olub. İddiaçı daha əvvəl məhkəmə qərarları ilə tutulmuş əsas borc və faiz məbləğlərini birləşdirərək həmin ümumi məbləğ üzərindən yenidən gecikdirmə faizi hesablanmasını tələb eləyib. Qərarda vurğulanıb ki, gecikdirmə faizləri yalnız ödənilməmiş əsas borc məbləği üzrə və yalnız borcun qaytarıldığı günədək hesablanmalıdır.